Qəribə bir dəstə insan peyda olub, mən sosial şəbəkələri izləyirəm. Görürsən, bir dənə adamdır, tərif yazır Əhlibeyt haqqında. Qəribə bir qıcıqla, bilmirəm, yaxşı sən sevmirsən, sevmə, niyə əsəbləşirsən, yaxşı sən? 100 adam 100 adamı sevir, hər adam adamı sevəndə sən bu qədər işlənirsən, bugün düşünmüşəm əməlli başlı bunun haqqında. Biri bir aktyoru sevir, biri bir sənətçini sevir, biri bir kimi sevir. Heç nə, bu ayaq bir nəfər status yazmışdı İmam Hüseyin haqqında, rəylərinə baxırdım. Mən izləyirəm, bu demirəm, cəmiyyətin ruhiyyəsi belədir. Yox, mən cəmiyyətin ruhiyyəsini müsbət dəyərləndirirəm şəxsən. Amma bəzi insanları deyirəm, düşüb üstünə ki, sən niyə İmam Hüseyinlə müsbət şey yazmışsan? Ay adam, 1000 dənə adam 1000 adamı tərifləyir. Nə olub sənə? Niyə əsəbləşmirsən sən? Nə təzə bir şey yaratmışsınız ki, İmam Hüseyinlə danışan kimi bir dəstə adamın üstünə düşməlidir. Nədir bu? Kim idarə edir sizi? Nə istəyirsiniz cəmaatın canından? Nədir axı bu? Kim kimi sevir, hamı ilə belə dirəşirsiniz ki, niyə onu sevirsən? Bu nə sorğulamaqdır ümumiyyətlə? Bu nə qeyri-etik hərəkətdir ən azı? Peşmansan biri bir şey yaza, bir söz kinlə, kudurətlə, biri var müzakirə açla, biri var qəribə ittiham eləmək, özünü ziyalı təqdim edir. Sən güya məsələn müasirliyinə görə, səviyyəli özünü göstərmək üçün, ya nə bilim hansısa xəstəliyinə görə, nədir hədəf İmam Hüseyndən başqa hədəf tapmamısan sən? Nədir sənin hədəfin? Sən səviyyəli olsun, Hüseyni tanıyasan. Hüseyni tanımaq səviyyə göstəricisidir. İlk növbədə səviyyə göstəricisidir. İsbat eləməyə də hazıram. Yox, cəmaat məfhumatçı, xurafatçıdır, sən səviyyəlisən. Hər şeyi inkar elə, milli bütün dini dəyərləri inkar elə ki, mən müasirəm, səviyyəliyəm. Sən natamamlıq kompleksindən əziyyət çəkirsən, sən nəsə kiçiklik var ruhunda, ondan qurtulmaq istəyirsən, İmam Hüseynin üstünə düşmüsən sən.